Salam əziz şagirdlər, mövzumuz natural ədədlərin alt bölünməsi olan natural ədədlərin bölünmə əlamətləri qalıqlı bölmə mövzusu olacaq. Gəlin başlayaq birinci sualdan. Birinci sualda bizdən verilmiş ədədin 9-a tam bölünməsi üçün x-in yerinə hansı rəqəmin yazılmalı olduğu soruşulur. Qaydamızı xatırlasaq, ədədin 9-a tam bölünməsi üçün onun rəqəmlərin cəminin 9-a bölünməsi lazımdır. Gəlin indi verilmiş ədədin rəqəmlərin cəmini tapaq. 5 üstəgəl 3 üstəgəl x üstəgəl 6 üstəgəl 8 üstəgəl x üstəgəl 3. Verilən cəm bizə 25 üstəgəl 2x-i verəcək. 25-dən sonra 9-a tam bölünən ədədin 27 olduğunu bilirik. Onda 2x-in yerində 2 yazmalıyıq ki, 25-in üzərinə 2 gəlsə 27, 9-a tam bölünsün. Onda 2x-imiz 2'ye bərabərdirsə, onda x'in 1 olduğunu görürük buradan. Birinci sualda doğru cevap B. İkinci sualda A ədədini 10'a böldükdə natamam qismətdə C, qalıqda 8 alınır. A ədədinin 5'ə bölünməsindən alınan natamam qisməti bizdən soruşur. Qalıqlı bölmənin əsas düsturuna əsasən A bərabər B vuraq Q üstəgəl R olur. A burada bölünən, B bölən, Q natamam qismət, R isə qalığı ifadə edir. Verilən şərt daxilində verilənləri yerinə yazsaq, onda A bərabər böləni natamam qismətə vursaq, 10C üstəgəl qalığı üzərinə əlavə edirik 8. Verilən ifadənin, yəni 10C üstəgəl 8-in 5'ə bölünməsindən alınan natamam qisməti soruşur. Onda verilən hər bir həddi 5'ə bölsək, yəni A-nı 5'ə bölürük. Buradan A-nın qiyməti 10C üstəgəl 8 olduğu üçün 10C-ni 5'ə bölsək 2C alırıq. Üstəgəl 8-i 5'ə bölsək bir dəfə bölünür. Bizdən də natamam qisməti soruşduğu üçün bizə daha qalıq lazım deyil. Onda natamam qismət bizdə 2C üstəgəl 1 olur. Doğru cavab 2-də B. Üçüncü sualda A ədədini 8'ə böldükdə qalıqda 7 alınır. 2A üstəgəl 1 ədədini 8'ə böldükdə alınan qalığı bizdən soruşur. Bu sual imtahanlarda çox rastımıza çıxan bir sual növündəndir. A ədədini 8'ə böldükdə deyir, qalıqda 7 alınır. Belə suallarda uzun tənlik qurmağa ehtiyac yoxdur. Elə A-nın yerinə birbaşa verilən qalığı, yəni 7-ni yaza bilərik. Verilən ifadə, yəni A-nın yerində elə A-nı 7 götürərik. Bu tiplərdə həmişə qalığı götürüb üzərində hesablama aparırıq. Bunda yerinə yazsaq 2 vuraq 7 üstəgəl 1 15 alırıq. Bizdən də verilən ədədin, yəni 15-in 8'ə bölünməsindən alınan qalığı soruşur. 15'i 8'ə bölsək 15 bölək 8 bir dəfə bölünür, qalıq 7 qalır. Deməli, üçüncü sualda doğru cavab Y. Dördüncü sual. Natural ədədi 21'ə böldükdə qalıqda 16 alınır. Bu ədədi 7'yə böldükdə alınan qalığı soruşur. Eyni üçüncü sualla oxşar sualdır. Burada da qalığın özünü götürürük. Yəni 16'nı 7'yə bölürük. 2 dəfə bölünür. 2, 7, 14 qalıq. 2 qalır. Doğru cavab 4'də A. 5-ci sual. Natural ədədi 12'yə böldükdə qalıqda 10 alınır. Bu ədədi 6'ya böldükdə alınan qalığı soruşur. Burada da elə qalığın özünü götürürük. Yəni 10'u götürürük. 10 bölək 6. Bir dəfə bölünür. Qalıq 4 qalır. Doğru cavab 5'də A. 6-cı sual. 6 rəqəmli ədədinin 6'ya bölünməsi üçün A-nın mümkün qiymətlərin cəmini soruşur bizdən. 6'ya bölünmə nə deməkdir? Ədədin 6'ya bölünməsi üçün ədəd həm 2'yə, həm də 3'ə tam bölünməlidir. 2'yə bölünməsi üçün A ədədi cüt ədəd olmalıdır. Yəni 0, 2, 4, 6, 8 rəqəmlərindən biri olmalıdır. Eyni zamanda 3'ə bölünməsi üçün rəqəmlərin cəmi 3'ə
tam bölünməlidir. Onda verilən ədədin rəqəmlərini cəmini tapsaq, 7 üstəgəl 3 üstəgəl 2 üstəgəl 1 üstəgəl 6 üstəgəl bir A ədədimiz var. Verilən cəmi hesablasaq 10, 13, 19. Onda 19 üstəgəl A alırıq. A da verilən cüt ədədlərdən biri olmalıdır. Onda A-nın yerində yaza biləcəyimiz ədəd 0 yazsaq fikir versək cəm 19 verəcək, 3-ə bölünməyəcək. 2 yazsaq 21 3-ə bölünəcək. Eyni zamanda 6-ya böldüyümüz üçün sonrakıları hesablamağa ehtiyac qalmır. Bir də 2-nin üzərinə 6 gəlsək 8. Deməli A-nın ala biləcəyi qiymətlər 2 və 8 ola bilər. Bizdən qiymətlərin cəmini soruşur. Yəni 2 üstəgəl 8 10 alınacaq. Və ya bu bölünmə əlamətlərində əgər biz neçə dəfə bölünməsini axtarmırıq, bölünüb və ya bölünməməsini axtarırıq, verilən çox rəqəmli ədədlərdə hansı ədədi soruşursa, həmin ədədə bölünən ədədləri ixtisar apara bilərik oradan, silə bilərik misaldan. Məsələn, biz bu verilən çox rəqəmli ədədin 3-ə bölünməsini axtarırdıq. Buradakı 3 ədədi 3-ə bölündüyü üçün, yəni toplamların hər biri 3-ə bölünürsə, cəm də həmin ədədə bölünəcək. Ona görə buradakı 3-ü, 6-nı və ya 2 ilə 1-in cəmi 3 verir bizə. Bunları buradan ixtisar apara bilərik. Verilən ədəd 7 qalır. Biz də bilirik 7-nin üzərinə 2 gəlsə 9 3-ə bölünəcək. Bir də 8 gəlsə 15 3-ə bölünəcək. Yəni ifadələri çox rəqəmli ədədlərdə biraz bölünən ədədləri silə bilərik oradan. 7-ci sualda n-in hansı qiymətlərində 5 rəqəmli ədədi 3-ə tam bölünür. Eyni zamanda 3-ə bölünməsi üçün rəqəmlərin cəmi 3-ə bölünməlidir. Burada da fikir versək 7 ilə 2-nin cəmi 9 edir, 3-ə bölünür. Bizdə qalan ədəd 1, 4, bir də n-dir. Bunları toplasaq 1 üstəgəl n üstəgəl 4. Verilən cəm n üstəgəl 5 alınacaq. N-in yerində yaza biləcəyimiz ədədlər 3-ə bölünən ədədləri axtarırıq. 5-dən böyük 6-dır, 9-dur, 12-dir və s. Deməli, N-in ala biləcəyi qiymətlər burada 1 ola bilər. 3-ə böldüyümüz üçün 3 artacaq, sonra 4 ola bilər, bir də 7. Sonraki ədəd 10 olacaq artıq. Buradakı yazılan N rəqəmi ifadə edir. Ona görə 9-dan böyük qiymət ala bilməz. N-in ala biləcəyi qiymətlər 1, 4, 7. Doğru cavab C. Səkkizinci sual. Verilən hasilin 7-yə bölünməsindən alınan qalığı bizdən soruşur. Qaydamız belədir ki, hər vuruğun ayrı-ayrılıqda 7-yə bölünməsindən alınan qalığı tapıb, sonra hasili taparıq. Əgər verilən hasil 7-dən böyükdürsə, yenidən həmin hasili 7-yə bölüb qalığı taparıq. Yəni, bu cür suallarda cavabı vurub tapmaq vaxt itkisidir. Buradan baxsaq, 14 7-yə bölünür, 7 7-yə bölünür, eyni zamanda 7 7 7-yə bölünür. Burada qalır 6. Digər vuruqda da 14 7 7 bölünür, digər vuruqda da qalır 3. Deməli, 6 vuraq 3 hasilini tapırıq, 18. 18 7-dən böyük olduğu üçün 18-i yenidən 7-yə bölürük. 2 dəfə bölünür. Qalıq 4 qalır. Bizdən də verilən qalığı soruşur. Doğru cavab 8-də B olacaq. 9. 7 ilə oxşar sualdır. Hasilin 8-ə bölünməsindən alınan qalığı soruşur bizdən. 32 8-ə bölünür. Eyni zamanda 8 8 bölünür. Qalır birinci vuruqda 5. İkinci vuruqda da eyni ilə 8-ə bölünənləri silsək, ikinci vuruqda da 2 qalır. 5 2 hasilini tapsaq, nəticə bizə 10 verəcək. 18-dən böyük olduğu üçün təzədən 10-u 8-ə bölürük. Bir dəfə bölünür. Qalıq 2 qalır. 9-cu sualda da doğru cavab D olacaq. 10. XZ vuraq 4YZ bərabər 7344 bərabərliyindən XYZ cəmini soruşur bizdən. Verilən tənliyə baxsaq, Z vur Z hasili, bunun sonu 4 ilə bitib. 4 ilə bitibsə, bu ya
verilen hasilin sonu 4 ilə bitibsə, bu ya Z2 ola bilər burada, ya da Z8 ola bilər. Çünki 2-ni 2-yə vursaq 4 eləyəcək, 8-i 8-ə vursaq 64, sonu 4 ilə bitəcək. İndi burada Z-in yerində biz 2-ni əgər götürməli olsaq, fikirləşirik ki, XZ hasilini buradan tapmaq istəsək, XZ hasilini tapmaq istəsək, bunu işarə eləyək buradan. Hasili digər vuruğa gərək bölək. 7344 ədədini 400 neçəyəsə bölsək, 4y-z-ə bölsək, bu 10 neçə dəfə bölünəcək. Təqribən 10 neçə dəfə bölünəcək. Ona görə də x-in 1 olduğunu buradan görə bilirik. Onda x əgər 1-dirsə, verilən ədədimiz 1z vuraq 4y-z hasili alınacaq. Bu da bizə 7344 ədədini verəcək. 7344. Buradan 7344 ədədini 400 neçəyə böləndə baxırıq ki, 10 neçə alınır və 12 əgər yazırıqsa, gəlin burada yoxlayaq elə, 7344 ədədini fərz eləyək Z2-dir, 12-yə bölsək, bu 600 neçə dəfə bölünəcək. Baxırıq ki, 2 ola bilməz. Əgər 2 ola bilmirsə, onda Z-in yerində 8 ola bilər. Onda 7344 ədədini 18-ə bölsək, bu 408 dəfə bölünəcək. Onda bizdə 4y-z ədədi 408-ə bərabər olduğunu görürük və y-in yerində də 0 olduğunu görürük. Y 0 oldu, x-imiz 1, z də 8 oldu. Verilən cəmi soruşur bizdən, yəni x üstəgəl y üstəgəl z cəmini soruşur. 1 üstəgəl 0 üstəgəl 8. Bizə 9 verəcək, doğru cavab Y. Yenidən bir buna qısa nəzər yetirək. Z-i Z-ə vurub sonu 4 ilə bitib. Z ya 2 ya 8 ola bilər. 7344-ü 400 neçəyə bölsək, təqribən 10 neçə dəfə bölünəcək. Yəni x-in yerinə əgər 2, 3 ədədini yazsaq, artıq hasil 7344 yox, daha böyük ədəd alınacaq. Yəni x-in yerinə 2 fikirləşsək, 8000 neçə, 3 fikirləşsək, 12000 neçəyə bərabər olur. Z-in x-in 1 olduğunu görürük. Bir dəfə 7344-ü 12-yə bölürük, bir dəfə də 18-ə, yəni Z-in 2 və 8 olduğunu araşdırmaq üçün 12-yə böləndə 600 neçə dəfə olur, ancaq bizdə digər vuruğun 400 neçə olduğunu görürük. 2 qiymətini ala bilmədiyi üçün, deməli Z-in 8 olduğunu görürük və 7344-ü 18-ə böləndə 408 dəfə bölünür və verilən dəyişənlərə uyğun qiymətlərini də görə bilirik. 11-ci sual. 11-ci sualda 5 rəqəmli ədədini deyir 5-ə böldükdə qalıqda 4 alınır. Həmin ədədin 18-ə tam bölündüyünü bilərək x-y hasilini soruşur. 18-ə bölünməsi üçün, əgər sualın şərtində deyirsə ki, bizə 18-ə tam bölünür, 18-ə bölünməsi üçün ədəd mütləq 2-yə və 9-a bölünməlidir. 2-yə bölünmə əlaməti də sonu cüt ədədlə bitən ədədlər 2-yə bölünür. Biz əgər fikirləşsək 5 rəqəmli ədədini 5-ə böldükdə qalıqda 4 alınır. Onda y-in yerində ya 4 ola bilər, 5-dən kiçik 4 ola bilər, ya da y-in yerində 9 ola bilər. Və 18-ə bölündüyünü deyirsə, bizə 18-ə tam bölündüyünü deyirsə, onda biz bilirik ki, y-in yerində ancaq cüt ədəd ola bilər. Onda 9 rəqəmi şərti ödəmir. Y-in qiymətini yerinə yazsaq, 7x 23 4. Və eyni zamanda 9-a da tam bölünməlidir. 9-a bölünmə rəqəmlərin cəmidir. Verilən ədədin rəqəmlərin cəmini tapsaq, 7 üstəgəl x üstəgəl 2 üstəgəl 3 üstəgəl 4. Verilən cəm 9, 12, 16 üstəgəl x alırıq. Buradan 9-a bölünməsi üçün x-in 2 olduğunu görə bilirik. Yəni 16-nın üzərinə 2 gəlsək 18, 9-a tam bölünəcək. Bizdən x-y hasilini soruşur. X 2, y-isə 4 oldu. Verilən hasil də bizə 8 verəcək. Doğru cavab 11-də B. 12-ci sual. 12-ci sualda tamamilə bu qaydada
həll olunur. Orada da 5-ə böldükdə qalıqda 3 alınır. Deməli, y-in yerində ya 3 olmalıdır, ya da 8 olmalıdır. Və 18-ə tam bölünməsi üçün ədəd həm 2-yə, həm 9-a bölünməlidir. 2-yə bölünməsi üçün sonu cüt ədədlə bitməlidir. Onda 3 qiyməti şərtimizi ödəmir. 8 ola bilər. Deməli, 45, x 8 və 8 rəqəmi verilən ədədin 9-a tam bölünməsi üçün buradan 4, 5 cəmi 9 eləyir. Bunu buradan silə bilərik. Qaldı x üstəgəl 8, üstəgəl 8. Bu da bizə verəcək 16 üstəgəl x. Və fikir versək ki, 9-a bölünməsi üçün 16-nın üzərinə 2 gəlsək, 18, 9-a tam bölünəcək. Onda x-in 2 olduğunu görürük. Buradan da x, y hasilini soruşur. X 2 idi, y 8. Verilən hasil bizə 16-nı verəcək. Doğru cavab Y. 13-cü sual. 3-ə qalıqsız bölünən natural ədədləri 12-yə böldükdə alına bilən müxtəlif qalıqların cəmini soruşur bizdən. Suala diqqətlə fikir versək, bizə deyir 3-ə qalıqsız bölünən ədədləri 12-yə böldükdə. Biz bilirik ki, ədədi 12-yə böldükdə qalıq 12-dən kiçik ədədlər alınacaq. Yəni 11, 19 və s. 12-dən kiçik ədədlər və eyni zamanda bizə deyir ki, 3-ə qalıqsız bölünür. Əgər 3-ə qalıqsız bölünür şərti varsa, onda alına bilən qalıqlar 3-ə bölünən ədədlər olmalıdır. Hansılardır? 3, 6 və 9 rəqəmləri ola bilər. Bunların da cəmi bizə 18-i verəcək. Doğru cavab D. 14. 7-yə qalıqsız bölünən natural ədədləri 28-ə böldükdə alına bilən müxtəlif qalıqların cəmini tapın. Biz də bilirik ki, ədədi 28-ə bölürüksə, qalıq 28-dən kiçik ədəd alınacaq. 28-dən kiçik və verilən şərtə uyğun 7-yə qalıqsız bölünən ədədləri axtarırıqsa, onda alına bilən qalıqlar 7-yə tam bölünməlidir. 7, 14, bir də 21 ola bilər. Verilən cəmi hesablasaq 35, 42. Doğru cavab D olacaq. 15. AB ədədini BA ədədinə bölünməsindən alınan natamam qismət vahidə, yəni 1-ə, qalıq isə 36-ya bərabər olarsa, A-nın ala biləcək qiymətlərin cəmini soruşur. Qalıqlı bölmənin düz soruna əsasən AB-ni buradan tapsaq, AB bərabər BA vuraq 1, üstəgəl 36 alırıq. Buradan bir məqama toxunaq. Əvvəlki suallarda da danışmışdıq ki, qalıq böləndən mütləq kiçik olmalıdır. Onu kənarda qeyd eləyək özümüz üçün. Yəni BA qalıqdan mütləq böyük olmalıdır. İndi 2 rəqəmli ədədin açılışlarının düsturunu yazaq. 10-a üstəgəl B bərabər 10B üstəgəl A üstəgəl 36. Dəyişənləri sol tərəfə keçirsək 9-a çıxaq 9B 36-dırsa, bütün ədədləri 9-a bölsək A çıxaq B 4 alırıq. A çıx B 4 eyni zamanda BA 36-dan böyük olmalıdır. Fikirləşsək ki, B-nin yerində 3, A-nın yerində 7 yazsaq, verilən fərq bizə 4 verəcək. BA olacaq 37 və bu da 36-dan böyükdür. Bu şərt doğrudur. Sonra A-nın yerində 8, B-nin yerində 4 yazsaq, yenə fərq bizə 4 verəcək. BA-nı yoxlasaq 48, bu da 36-dan böyükdür, şərti ödəyir. A-nın yerində 9, B-nin yerində 5 yazsaq, fərq 4 verəcək. Yerində yazsaq 59, 36-dan böyükdür. Digər hallarda A-nın yerində 6, burada kənarda yazsaq, A çıxaq B bərabər 4. A-nın yerində 6, B-nin yerində 2 yazsaq, fərq 4 verəcək.
BA olacaq 26. Bu 36'dan böyük deyil. Deməli bu uyğun gəlmir. Eyni zamanda A-nın yerində 5, B-nin yerində 1 yazsaq fərq 4 verəcək. Ancaq 15 ədədi 36-dan böyük deyil. Deməli verilən şərti ödəyən ədədlər hansılar oldu? 7, 8. Yəni A-nın ala biləcək qiymətlər 7, 8, 9 qiymətləri oldu. Bizdən A-nın ala biləcək qiymətlərin cəmini soruşur. 7 üstəgəl 8 üstəgəl 9. Bu da bizə verəcək 24. Doğru cavab A. Bir də buna nəzər yetirək. Mütləq ki, bu cür tip suallarda birinci bölənin qalıqdan böyük olmasını nəzərə almalıyıq. Ona diqqət yetirməliyik. Verilən şərt daxilində fikirləşirik ki, A 6, 5, 7, 8, 9 qiymətlərini ala bilər. Ancaq qalığın böləndən kiçik olmasını nəzərə alsaq, A-nın ala biləcək qiymətlər 7, 8, 9 qiymətləri olacaq. 16-cı sual. Verilən ədədi 12-yə tam bölünərsə, A üstəgəl B üstəgəl C ifadəsinin ala biləcəyi ən kiçik qiymətini bizdən soruşur. Ədədin 12-yə tam bölünməsi üçün ədəd həm 3-ə, həm də 4-ə tam bölünməlidir. Ədədin 4-ə bölünməsi üçün də son 2 rəqəmi 4-ə bölünməlidir. Yəni 6C ədədi 4-ə tam bölünməsi üçün C-nin ala biləcəyi bizdən şərtdə ən kiçik qiymətini soruşduğu üçün onda biz C-yə minimum, yəni ən kiçik 0 verəcək. C 0 olanda verilən ədəd 60 olacaq. Yəni son 2 rəqəmi 4-ə tam bölünəcək. Eyni zamanda şərtdə ən kiçiyi soruşduğu üçün A-nı da minimum götürməliyik. Yəni 1 qiymətini götürəcəyik. Onda A-nın da 1 olduğunu nəzərə alsaq, verilənləri yerinə yazsaq, ədəd olacaq 1, 2, B, 6, 0. Verilən ədədin 3-ə tam bölünməsi üçün də rəqəmlərin cəmi 3-ə bölünməlidir. Onda 1 üstəgəl 2 üstəgəl B üstəgəl 6 üstəgəl 0. Cəmi 3-ə tam bölünməlidir. Verilən cəm 9 üstəgəl B olmalıdır. Yenə də qeyd edirəm, şərtdə ən kiçik qiymətini soruşduğu üçün B-yə ən kiçik qiymətini verməliyik. Burada da B ən kiçik 0 ola bilər. A-ya ən kiçik, yəni 1 dedik, 0 ola bilməz. Çünki ilk rəqəm olduğu üçün 0-la başlayan bir 5 rəqəmli ədədimiz olmadığı üçün A-ya ən kiçik 1 qiymətini verdik. C və B qiymətləri isə 0-a bərabər oldu. Ən kiçik qiymətini soruşduğu üçün verilən cəmi ədədin ala biləcəyi ən kiçik qiymətini soruşur. A üstəgəl B üstəgəl C-nin. Verilənləri yerinə yazsaq 1 üstəgəl 0 üstəgəl 0 1 olacaq. 16-da doğru cavab 1. 17. Rəqəmləri fərqli olan 2 rəqəmli ədədi 5-ə böldükdə qalıq ən böyük olarsa, bu şərti ödəyən neçə 2 rəqəmli ədəd var? 5-ə böldükdə alına bilən ən böyük qalıq deyirsə əgər, deməli son rəqəm, ədədin son rəqəmi ya 4 ilə ya da 9 ilə bitir. Gəlin bunu A4, bunu da B9 kimi yazaq. Və rəqəmləri fərqli dediyi üçün A-nın ala biləcəyi qiymətlər 1-dən 9-a qədər olur. Və burada A rəqəmləri müxtəlif dediyi üçün 0 və 9, 4 qiymətlərini ala bilmədiyi üçün verilən şərt daxilində A-nın ala biləcəyi qiymətlər 1, 2, 3, 4 qiymətini ala bilmir. Rəqəmləri fərqli dediyi üçün 5, 6, 7, 8, 9 qiymətləri olur. Neçə ədəddir? 3, 8 ədəd. Eyni zamanda sonu 9 ilə bitirsə, onda B-nin ala biləcəyi qiymətlər burada 1, 2, 3, 4, 5, 6, 7, 8. Bizdə deyir neçə 2 rəqəmli ədəd var? 8. Burada da 8 ədəd. Ümumilikdə 8 üstəgəl 8, 16. Deməli, belə bu şərti ödəyən 16 2 rəqəmli ədəd var. Rəqəmləri müxtəlif olan.
Verilən 6 rəqəmli ədədi 30-a tam bölünürsə, A-nın mümkün qiymətlərin cəmini soruşur. Ədədin 30-a bölünməsi üçün ədəd həm 10-a, həm də 3-ə tam bölünməlidir. 10-a bölünməsi üçün sonu 0-la bitməlidir. Yazaq. 8A, B-nin yerində 0 yazırıq 10-a bölünməsi üçün. Və eyni zamanda 3-ə də tam bölünməlidir. Verilən ədədin rəqəmlərin cəmini tapsaq, üstəgəl A üstəgəl 0. Verilən nəticə 4A üstəgəl 8 olur. 3-ə bölünməsi üçün A-nın ala biləcəyi qiymətlər A bərabər 1 olsa, cəm bizə verəcək 4 vuraq 1 üstəgəl 8, 12, 3-ə tam bölünəcək. A bərabər 3-ə bölünməsini axtarırıqsa, daha 2-ni, 3-ü yoxlamağa ehtiyac yoxdur. Birinci şərti ödəyən ədədin üzərinə bizdən hansı ədəd soruşursa, o qədər vahid gəlmə ilə tapmaq olar. Ondan sonraki ödəyəcək ədəd 4 olacaq. Yəni 1 üstəgəl 3, 3-ə bölünməsindən danışırıqsa, 4 vuraq 4 üstəgəl 8, 16, 24. Ondan sonraki ədəd 4-ün üzərinə yenə 3-ə bölünməsini deyirsə 3 gəlirik, 7. Yoxlasaq 4 vuraq 7 üstəgəl 8, 28, 36. Artıq sonraki ədəd 10 olacaq, 2 rəqəmli ədəd olacaq. Biz A-nın rəqəm olduğunu bilirik. Bizdə A-ların cəmini soruşur. Yəni 1 üstəgəl 4 üstəgəl 7. 5, 12. 18-də doğru cavab 12. 19 oxşar sualdır. Yenə də 30-a bölünürsə A-nın mümkün qiymətlərin cəmini soruşur. B 0 olmalıdır. B-nin yerində 0 yazıb verilən ədədi toplasaq, deməli ədəd belə olacaq. A6, 3A, bir də 0. Bu cəmi tapsaq 4A üstəgəl 6 olacaq. A-nın ala biləcəyi qiymətlər 30-a bölünməsi üçün 3 və 10-a tam bölünməlidir. A-nın yerinə 1 yazsaq, 4 vuraq 1 üstəgəl 6. 10 olacaq, 3-ə bölünmür. 2 yazsaq, 4 vuraq 2 üstəgəl 6. 14 bölünmür. 4 vuraq 3 üstəgəl 6. 18 bölünür. Artıq bunu 18-ci sualda danışmışdıq. Əslində buradan görsənir. Ona görə 1-2-ni yazdım ki, ilk 3-ə bölünən ədədi tapmışıqsa, ondan sonraki, məsələn, A şərti ödəyən 3 idi. Ondan sonrakilər hansı ədəddən danışırıqsa, o qədər vahid artırmaqla daha rahat tapmaq olar. Onda A-nın yerində, burada A-nın yerində 1 yazmışdıq. Burada 2, burada 3. Artıq A-nın 3 olduğunu görüb, şərti ödədiyini görəndən sonra, sonraki ədəd A bərabər 6, A bərabər 9. Ola bilər ki, 3-ə tam bölünsün. Yoxlasaq 4 vuraq 6 üstəgəl 6, 24, 30 ödəyəcək. Eyni zamanda 4 vuraq 9 üstəgəl 6, 36, 42. Bu da şərti ödəyəcək. Verilən şərtləri ödəyən A-lar 3, 6, 9. Cəmini tapsaq 3 üstəgəl 6 üstəgəl 9, 18. Yenə qeyd edirəm 4, 5 bunları yoxlamadıq. Eyni zamanda 7, 8-i yoxlamadıq. Çünki əgər 3 ödənirsə 4, 5 ödənməz. Çünki 3-dən sonra üzərinə 3 gəlməli ki, verilən ədəd şərti ödəsin. Vaxta qənaət üçün belə yazdıq. Burada 19-da doğru cavab 18. Keçək 20-yə. AB ədədini 9-a böldükdə qalıqda 5 alınır. ABC ədədi 9-a tam bölünürsə C-ni tapın. 9-a bölünmə qaydasını xatırlasaq, rəqəmlərin cəmi 9-a tam bölünən ədədlər 9-a bölünür. Əgər AB ədədinin 9-a bölünməsindən alınıq 5-dirsə, deməli onun rəqəmlərin cəmi, yəni A üstəgəl B cəmi 9-a bölünəndə qalıq 5 qalır. İndi isə ABC, yəni sonuna bir C rəqəmini əlavə ediblər. Rəqəmlərin cəminə baxaq. Burada A üstəgəl B üstəgəl C.
Burada biz əvvəlki suallarda danışmışdıq. Bu tip suallarda elə verilənlərin yerinə qalığın özünü yazırıq. Buradakı A üstəgəl B-də qalıq 5 idisə, onda A üstəgəl B cəminin yerinə 5 yazsaq, verilən nəticə 5 üstəgəl C olacaq. Verilən ABC-nin 9-a tam bölünürsə deyir bizə, onda C-nin yerində yazıla biləcəyi ədəd 4 ola bilər. Bizdən də C-nin qiymətini soruşur. C 4 olur. 20-də doğru cavab 4. 21. Oxşar sualdır 20 ilə. Burada da əgər 9-a böldükdə qalıqda 3 alınırsa, onda A üstəgəl B cəmini 9-a böldükdə qalıqda 3 alırıq. Onda ABC-də rəqəmlərin cəmi A üstəgəl B üstəgəl C. AB-nin yerində qalığı yazsaq, yəni 3-ü yazsaq, buradan 3 üstəgəl C-ni alırıq. Verilən ədəd 9-a tam bölünürsə deyirsə, onda C-nin burada ala biləcəyi qiymət 6 olacaq. C bərabər 6. Bizdən də 21-ci sualda C-nin qiymətini soruşur. Doğru cavab 6. 22. XY06 4 rəqəmli ədədini XY2 rəqəmli ədədinə böldükdə natamam qismətdə A və qalıqda B alınırsa AB hasilini soruşur. Gəlin bu verilən 4 rəqəmli ədədi mərtəbə toplamlarına ayıraq. XY06 ədədini belə yaza bilərik ki, XY00 üstəgəl 6. Bunu da belə yazaq. XY vuraq 100 üstəgəl 6. Və elə buradan görsənir. Baxın, XY06. Buna əgər XY-ə bölsək, yəni XY vuraq 100 üstəgəl 6-nı XY-ə bölsək, XY vuraq 100 ədədi, bunu bir dənə düzəldək, XY vuraq 100 ədədi elə XY ədədinə tam bölünür. Yəni 100 dəfə bölünür, qalıq isə 6 qalır. Buradan elə görsənir, bax buradan işarə eləmişik. XY00-ı XY-ə böləndə 100 dəfə bölünür, qalıq isə 6 qalır. Bizdən də AB hasilini soruşur. Natamam qismət A, yəni natamam qismət bizdə 100 idi, o A-nı ifadə edir, qalıq isə B idi. Bizdən AB hasilini soruşur. A vuraq B, yəni 100 vuraq 6, bu da bizə verəcək 600. Bunu belə yazmasaydıq da olardı. Bura qədər yazmışıqsa, artıq verilən ədədi, buradakı hər bir həddi XY-ə bölsək, ki, bax, görərik ki, XY00 XY-ə 100 dəfə bölünür. 6 da 100-dən kiçik XY2 rəqəmli ədəddən kiçik olduğu üçün elə qalıqdır. 23-cü sualda da eyni. Bunu da belə yazsaq, XY vuraq 100 üstəgəl 4. Verilən ifadənin hər bir həddini XY-ə bölsək, XY vuraq 100-ü XY-ə bölsək, 100 dəfə bölünəcək, qalıq isə 4 qalacaq. Bizdən də AB hasilini soruşur. Buradakı 100 natamam qisməti, B isə qalığı ifadə edirdi, yəni 4 olur. AB hasilini soruşur. 100 vuraq 4. Bu da 400 alarıq. 23-də doğru cavab 400. 24. 2 natural ədədin cəmi 211-dir. Bu ədədlərdən böyüyünü kiçiyinə böldükdə natamam qismətdə 4, qalıqda 1 alınır. Ədədlərdən böyüyünün qiymətini soruşur bizdən. Böyük ədədə x, buradan yazıram, böyük ədəd x olsun, kiçik ədəd y olsun. Cəm bizə deyir 211-dir. Yəni x üstəgəl y 211-ə bərabərdir. Və bir də şərt var ki, ədədlərdən böyüyünü kiçiyinə böldükdə natamam qismətdə 4, qalıqda 1 alınır. Yəni x-i y-ə böldükdə natamam qismətdə 4, qalıqda 1 alınır. Qalıqlı bölmənin düz soruna əsasən buradan x-i tapsaq, x bərabər 4 vuraq y üstəgəl 1 alırıq. Gəlin bu əvəzləməni aparıb yuxarıda yerinə yazaq. X-in yerinə 4y üstəgəl 1 yazsaq, 4y üstəgəl 1 üstəgəl y 211-ə bərabərdir. Oradan 5y bərabər 210-a. Buradan
y tapsaq, y bərabər 42 alırıq. Bizdən bu ədədlərdən böyüyünü soruşur. Y kiçik ədədidir, x isə böyük ədəddir. Böyük ədədi tapmaq istəsə, onda 211-dən, yəni x bərabərdir. 211-dən 42-ni çıxırıq. 211-dən 42-ni çıxsaq 169. Deməli 24-də doğru cavab 169. 25. Sol tərəfdə n kubunu 9-a vurmuşuq, sonu 7 ilə bitən bir 4 rəqəmli ədəd alınıb. Fikirləşirik ki, bir ədədi 9-a vurublarsa, bir hasili alıblarsa, deməli həmin hasil 9-a tam bölünəcək. M087-nin də 9-a tam bölünməsi üçün rəqəmlərin cəmi 9-a bölünməlidir. Bunun rəqəmlərin cəmini tapsaq, M üstəgəl 0 üstəgəl 8 üstəgəl 7. 15 üstəgəl M alırıq. Verilən ədədin 9-a tam bölünməsi üçün M bərabər 3 olmalıdır ki, cəm 18 versin və 9-a tam bölünsün. M-in yerində 3 yazsaq, 9 vuraq n üstü 3 bərabər 3087. Buradan n kubunu tapsaq, 3087-ni 9-a bölsək, 343 alırıq. Buradan da n-i tapsaq, 7. Yəni 7-nin kubu 343 olur. Burada doğru cavabı 25-də 7 olur. Burada 7 yox, bizdən n hasilini soruşur. M vuraq n hasilini. M vuraq n. M 3 idi, n isə 7. Hasil bizə verəcək 21. Doğru cavab 21 olacaq. 26. 7-yə bölündükdə qalıqda 4 alınan ədədlər 3-ə tam bölünürsə, bu şərti ödəyən 2 rəqəmli ədədlərdən ən kiçik və ən böyüyünün cəmini tapın deyir. 7-yə böldükdə qalıqda 4 alınan ədədlər 4, 11, sonra 18, 7 artır, 25 və s. Bu ədədlərdir. Və bir də şərt var ki, verilən ədədlər 3-ə tam bölünürsə. 3-ə tam bölünən ədədlər, bir görürük ki, buradan 18-dir, ən kiçiyi 18. Bəs ondan sonraki həm 7-yə böldükdə qalıqda 4 alınır, həm də 3-ə tam bölünür. 7 ilə 3 üçün əkub fikirləşir 21, deməli bundan sonra 4-ə böldükdə qalıqda 4 alınan ədədlər və 3-ə tam bölünən ədədlər 21 artacaq. Yəni 18, ondan sonra olacaq 18-in üzərinə 21 gəlsək 39. Yenə 21 gəlsək 60, 81. Bizdən 2 rəqəmli ədədləri soruşur. Bunlardan ən kiçiyi 18, ən böyüyü isə 81-dir. Bunların cəmini soruşur. Yəni 18 üstəgəl 81 da bizə verəcək 99. 26-da doğru cavab 99 oldu. Və ya bir yazıb da yoxlaya bilərsiniz. İndi 18, 25, 7 artır, 32 və s. 39, 46 belə. Və daha asan qaydada birini tapdınızsa, ondan sonraki isə əkubla hesablanır. Üzərinə gəlməklə daha tez tapmaq olur. 27. M ədədini 7-yə böldükdə qalıqda 6 alınır. M kvadrat üstəgəl 3M üstəgəl 7 ədədini 7-yə böldükdə qalıqda neçə alınacaq? Bu tip məsələlərdə demişdik ki, uzun tənlik qurmağa ehtiyac yoxdur. Verilən dəyişənin yerinə qalığın özünü yazmaq kifayətdir. Onda biz M-ə qalıq 6 olanını götürük M-in yerində. Onda hesablasaq 6-nın kvadratı üstəgəl 3 vuraq 6 üstəgəl 7. 36 üstəgəl 18 üstəgəl 7 54 61. Verilən ədədin 7-yə böldükdə alınan qiymət qalığı soruşur. 61-i 7-yə bölsək 8 dəfə bölünür. Qalıq isə 5 qalır. Bizdən qalığı soruşur. Doğru cavab 5 27-də. 28. M ədədini 5-ə böldükdə qalıqda 3 alınır. Yenə də M-in yerində qalığın özünü götürəcək. Qalıq 3, M bərabər 3. Gətirib yerinə yazsaq, 3-ün kvadratı üstəgəl, burada yerinə yazırıq. 3-ün kvadratı üstəgəl 6 vuraq 3, üstəgəl 5. Hesablasaq 9 üstəgəl 18, üstəgəl 5.
27, 32. 5'ə bölünməsindən alınan qalığı soruşur. 32-ni 5'ə bölsək 6 dəfə bölünür, qalıq qalır 2. 28-də doğru cavab 2. İyirmi doqquz. N ədədini n kubu ədədinə böldükdə natamam qismətdə 2, qalıqda 31 alınırsa, n'in ən kiçik qiymətinin rəqəmlərin cəmini soruşur. Gəlin verilənləri yerinə yazaq. Deyir ki, n ədədini m kubuna böldükdə natamam qismətdə 2, qalıqda 31 alınır. Birinci bu şərtimizi qeyd eləyək ki, bölən, yəni m kubu qalıqdan böyük olmalıdır. 31. Bu şərti qeyd eləyəndən sonra qalıqlı bölmənin düsturuna əsasən bölünəni tapsaq, yəni n-i tapsaq, 2 vuraq m kubu üstə gəl 31 alırıq. N'in ən kiçik qiymət alması üçün m-ə ən kiçik qiyməti verməliyik. Onda m-in yerində yaza biləcəyimiz ən kiçik ədəd 1 fikirləşsək, burada 1-in kubu 31-dən böyük deyil. 2-ni yoxlasaq, yenə də böyük deyil. 3-ün kubunu yoxlasaq, yenə 31-dən böyük deyil. 4-ü yoxlasaq, 31-dən böyükdür. Onda m-in ən kiçik qiyməti, buradan yazıram, ən kiçik bərabər 4 ola bilər. M-in yerində 4 yazsaq, onda m bərabər 2 vuraq 4-ün kubu, üstə gəl 31. 4-ün kubu 64, 2'ye vursaq 128, 31 üzərinə gəlsək 159. Bizdən rəqəmlərin cəmini soruşur. 1 üstə gəl 5 üstə gəl 9. Yəni 159-un rəqəmlərin cəmi. Bu da bizə verəcək 15. 29-cu sualda doğru cavab 15. 30. Oxşar sualdır. Burada da n-i tapsaq, n bərabər 35'ə böldükdə, deməli, n-i 35'ə böldükdə, natamam qismətdə m, qalıqda isə m kubu alınır. Buradan bölünəni tapsaq, m bərabər 35 vuraq m, üstə gəl m-in kubu. Buradan bölən, yəni 35 qalıqdan böyük olmalıdır mütləq, m kubundan böyük olmalıdır. N'in ən böyük qiymətini istəyiriksə, onda m-ə ən böyük qiymət verməliyik. Buradan m kubu kiçik 35 kimi yazsaq, fikir versək, burada m-in 4 qiyməti üçün şərt ödənilmir. 4-ün kubu kiçik deyil 35-dən. Yəni biz m-ə maksimum ən böyük 3 verə bilərik. Çünki 3 burada şərti ödəyir. Ona görə m-in ən böyük qiymətini axtarırsa, m-in yerinə 3 yazırıq. Onda 35 vuraq 3, üstə gəl 3-ün kubu. 35-i 3'ə vursaq 105, üstə gəl 27. Bu da bizə verəcək 132. Rəqəmlərin cəmini istəyir. 1 üstə gəl 3, üstə gəl 2. Bu da 6. 30'da doğru cavab 6. 31. 402 AB və 75 CD ədədlərini 4'ə böldükdə qalıqda 3 alınır. A üstə gəl B bölünsün C üstə gəl D ifadəsinin ən böyük qiymətini bizdən istəyir. Kəsrin ən böyük qiymət alması üçün surət, yəni A üstə gəl B ən böyük qiymət almalıdır. Məxrəc isə C üstə gəl D ən kiçik qiymət almalıdır. Və bir də şərt var ki, 4'ə böldükdə qalıqda 3 alınır. Fikir versək, burada AB-nin yerində 99 yazsaq, ən böyük olaraq, doğrudan da 4'ə bölsək, qalıqda 3 alınır. Ən kiçik CD qiymətində isə, CD-nin yerində biz fikirləşsək, buradan qeyd eləyək bunları. CD-nin yerində yaza biləcəyimiz ən kiçik ədəd, 4'ə böldükdə qalıqda 3 alınan ədəd 0,3, 4 gəlsək 0,7, 4 gəlsək 11, 15 və s. ədədləri ola bilər. Burada rəqəmlərin cəminin ən kiçik olanı 11-dir. Məxrəcdə də CD-nin yerində 1,1 yazacaq. AB-nin yerində də 99.
Onda A üstəgəl B bölünsün C üstəgəl D cəminin ən böyük qiyməti AB-nin yerində 9 yazırıq. CD-nin yerində isə 1 yazırıq. Buradan da 18 bölə 2 9 qiymətini alırıq. 32-ci sual da oxşar sualdır. Ədədlərini 4-ə böldükdə qalıqda 2 alınır. Surət ən böyük qiymətini istəyir. A üstəgəl B bölə C üstəgəl D cəminin ən böyük qiymətini istəyir. Kəsin surəti A üstəgəl B verilən ifadədə 58 AB-də AB-nin ən böyük qiymət alması üçün 4-ə böldükdə qalıqda 2 alınan ədəd. Deməli başlayır 0,2 4 gəlsək 0,6 10 14 4 belə artır. Ən axırıncısı isə ən böyük olması üçün 98-ə qədər qiymət alır. Eyni ilə CD də 0,2 0,6 10 14 nöqtələr 98-ə qədər qiymət alır. Biz AB-nin ən böyük qiymətini axtarırıq. A üstəgəl B-nin ən böyük qiyməti, C üstəgəl D-nin isə ən kiçik qiymətini axtarırıq. Onda A ilə B-yə 98 verə bilərik. A-ya 9, B-yə 8 və ya tərsinə A-ya 8, B-yə 9. Məxrəcin isə ən kiçik qiymət alması üçün 1 0 ola bilər. Fikir verin. C-yə 1, D-yə 0 və ya D-yə 1, C-yə 0 verə bilərik. 1 üstəgəl 0. Bu da 17 bölək 1. 17 cavabını alırıq. Burada da 32-də doğru cavab 17. Bu qədər.